Tovuzda itin dişlədiyi məktəbli quduzluqdan ölüb. Tovuz rayonunun Xatınlı kənd sakini 10 yaşlı Orxan Mustafazadə itin dişləməsindən sonra səhhətində yaranan problemlərlə əlaqədar əvvəlcə Tovuz rayon mərkəzi xəstəxanasına, daha sonra Gəncə və Bakıdakı tibb müəssisələrinə aparılıb. Təbibdən bildirilib ki, azyaşlı 5 oktyabrda Respublika Pediatriya Mərkəzinə hospitalizasiya olunub və ona quduzluq diaqnozu qoyulub. Reanimasiya tədbirlərinə baxmayaraq, o 7 oktyabrda vəfat edib. Ailə üzvləri meydin yarılmasına razılıq verməyiblər. Qeyd edilib ki, azyaşlı ilkin olaraq 4 oktyabrda Tovuz rayon mərkəzi xəstəxanasına müraciət edib. Ona hiperglikemiya və proteinuriya diaqnozları qoyulub. Lakin valideynlər onun anamnezində it dişləməsi faktını həkimlərə deməyiblər. Orxan Mustafazadə məktəbimizin 5-ci A sinifində təhsil alırdı. Keçən həftənin 5-ci günü axırıncı dərs günü olub. Dərslərdə iştirak edib, fəal iştirak edib. Heç bir mənfi hal müşahidə olunmuyub, şikayəti olmayıb. Yalnız başım ağrıyır, dişim ağrıyır deyib, icazə alıb evə gedib.